me give it up, so me give it up to our girls. 5 million and 40 naughty shorty. Baby girl, all my girls, stand up and say, well, I'm on the way, the time cold, I wanna be keeping you warm. I got the right temperature to shelter you from the storm. Hold on, girl, I got the right tactics to turn you on. And girl, I wanna be the papa, you can be the mom. Oxazın Ustadına Əhsən layihəsi bu dəfə avtomobil dünyasının ən həyəcanlı istiqamətlərindən olan drift dünyasına fokuslanır. Bu buraxılışımızda avtomobilin drift üçün hazırlanma prosesini və eyni zamanda hazırlığın nəticəsi olan avtomobilin real drift kadrlarını izləyəcəyik. Rəhman bəy, xoş gördük sizi. Gəlin elə bundan başlayaq ki, bu sahəyə marağınız necə yarandı? Xoş gördük. Bu sahəyə avtomobilə olan bir marağım idi. Marağımın ardınca düşərək bunun üçün bir neçə illərim gedib və sonunda gördüm ki, Azərbaycanda Azərbaycan Avtomobil Federasiyasının rəsmi qeydiyyatında olan drift var. Mən də bu driftlərə qoşuldum və özüm üçün drift maşınımı yığdım. Bəs bir maşını adi avtomobildən drift maşınına çevirmək üçün nədən başlamaq lazımdır? İlk növbədə burada askı sistemi, sürətlər qutusu və diferensial böyük rol oynayır. Yarışdan əvvəl ən son hansı texniki yoxlamalar edilir? Ümumiyyətcə, drift avtomobilində hər təlimi və yarışa getdikdə texniki xidmət göstərilir. Maşın tam yoxlanıldıqdan sonra idarə olunur. Burada mühərrik, ilk növbədə mühərrik yağı, bütün diferensial və sürətlər qutusunun yağı, mayelər yoxlanıldıqdan sonra askı sisteminə nəzarət olunur və avtomobil yarışa yola salınır. Trasda drift edərkən sizin üçün ən çətin an hansıdır? Trasda drift etdikdə ən böyük çətinlik məncə olmamalıdır. Drifti bacarırsansa bu sənin üçün olmur, amma yenə də insan hər bir şeyi göz qabağına alır. Mexanizmdə idarə etdiyin avtomobildə hər an hər bir şey ola bilər. Bu da böyük təhlükədir. Olur da bəzi insanlarda qorxu da ola bilər, çəkinmə də ola bilər. Sizdə belə bir an olub, məsələn, qorxmusunuz, narahat olmusunuz müəyyən qədər? Bu işə yeni başladıqda bəli, sonradan onun üzərində işləyib, özümdə tam qorxunu itirdim ki, mən drift edə bilim. Yeni başlamışlar deyərkən, bu sahəyə maraq olan, bu sahəyə yeni başlamaq istəyənlərə nə məsləhət görərdiniz? Bu sahədə yeni başlamaq istəyənlərə məsləhət onu görərəm ki, düzgün seçim etsinlər. Çünki burada sənin ən birinci rol oynayan avtomobilindir. Yanlış avtomobillər və yanlış ehtiyat hissələri ilə ziyanlı çox görməsinlər. Sizcə drift daha çox texnikadır, yoxsa hiss eləmək? Burada hər ikisinin birləşməsindən alınır bu drift. Düzgün texnika və hisslərə inanıb reallaşdıra bilirsən bunu. Driftə başlamaq üçün ən vacib bacarıq nədir? İlk öncə sən mexaniki sürətlər qutusu avtomobili idarə etməyə bacarmalısan. Bayaq dedikçi sualda olduğu kimi qorxu hissin olmamalıdır. Drift edərkən sürət önəmlidir, yoxsa maşına nəzarət eləmək? Burada baxırsan drift edəcəyin məkana, əgər sürətli böyük trassasansa, mütləq sürət də lazımdır. Sürətdən sonra avtomobil yan getdiksə, buna texnika ilə idarə edib davam edirsən. Bir maşını driftə hazırlamaq üçün orta hesabla nə qədər vaxtınız gedir? Bir maşını driftə hazırlamağa orta hesabla baxır, biz avtomobildə hansı işləri görəcəyik. Elə bir ehtiyat hissələri var ki, bizim ölkədə olmadığı üçün biz bunları sifarişlə gözləyirik. Bəzən 2 ay, 3 ayda çəkə bilir. Bəzən mən misal üçün drift avtomobilimi hazırlayanda bütün ehtiyat hissələrini hazırlayıb və drift avtomobilimi yığmışam. Onun üçün də bir balaca vaxt zamanından tez başa gəlib bu. Başa düşdüm. Bəs yaxşı, yəqin ki, bu izləyicilərin üçün də maraqlıdır. Orta hesabla xərciniz nə qədər çıxır? Orta hesabla xərcimiz mənim hal-hazırda olan avtomobilimə 45.000 AZM pul verir. Rəhman bəy, biraz əvvəl qorxu barədə danışdıq. Yəni bu qorxu məsələsi bu drift sahəsinə nə qədər təsir edir? Nə qədər önəmli rol oynayır? Çox böyük rolu var. Əgər drift zamanı sənin içində qorxu olsa, orada 100% ki, nəsə baş verəcək. Ya hadisə baş verəcək, ya driftin alınmayacaq, düzgün xətlərlə idarə edə bilməyəcəksən. Bəzən olur, elə yarışlar var ki, burada 2 avtomobil idarə olunur, sən çox yaxın getməlisən ona, yaxın getdikcə də qorxu hissi sıfır olmalı ki, bunu bacarasan. Riski gözə ala bilərsən. Riski gözə almalıdır. Bir də öncə də ideal drift necə alınır? İdeal drift belə alınır ki, biz drift etdikdə bunu bilməyənlər var ki, mən özüm də driftə yeni başlayanda bildim ki, drift eləmək üçün sənin öz düzgün
zonaların olur, həmin zonalarla idarə etməlisən. İdeal drift sən düzgün avtomobili yan üzərinə edib və öz xəttlərində tam davam etmək deməkdir. Drift maşında təhlükəsizlik baxımından içəridə olan hər bir qurulan avadanlıq vacibdir. Burada oturacaqlarından tutmuş, kəmərlərindən tutmuş, hal-hazırda mənim geyim qaydamda olduğu kimi geyim qaydalarından da ondan da əlavə avtomobilin öz qoruması da olur. Buna karkaz deyilir. Bu xüsusi sonluq nöqtələr olur ki, avtomobil orada o hissələrdən möhkəmləndirilir, qəza vaxtı pilot xəsarət almasın deyə. Bəzən insanlar sosial şəbəkədə bu videoları gördükcə, yəni insanların, həmin sizlərin, yəni drifterlərin həyatını ehtiyac olmadığı halda risk atdığını deyirlər. Yəni siz bu fikrə bağlı nə deyə bilərsiniz? Xeyr, məncə bu yanlış fikirdir. Heç kim öz həyatından məncə özünü riskə atmaz. Bu sadəcə bir idmandır. Hər bir idmanın yarış zamanı gözləntilər var. O gözləntilərə hamı göz alır. Tək pilotlar yox, bütün idmançılar məncə. Bir maşını driftə hazırlamaq üçün ən çox xərciniz hansı sahəyə gedir? Yəni texniki hissəyə yoxsa təkərlərə? 100% ki, burada təkərlərdir. Çünki nə qədər çox idarə etsən, o qədər çox təcrübə qazana bilirsən. Hər məşqdə ən azı 6-8 arxada təkər təlimdə istifadə edir. Bəzi mütəxəssislər adi avtomobillər barədə danışarkən qeyd edirlər ki, maşında bəzi normativ qaydaların dəyişdirilməsi, məsələn, götürsək təkərlərin maşın üçün müəyyən edilmiş ölçüdən başqa bir ölçüyə keçirilməsi təhlükəni artırır, maşınların qəza riskini artırır. Biz də bilirik ki, siz pilotlar drift maşınlarında müəyyən modifikasiyalar edirsiniz, dəyişikliklər edirsiniz, demək olar ki, hər detal dəyişirsiniz. Bəs bu dəyişikliklər sizdə drift zamanı, yarış zamanı hansısa bir təhlükə riski yaradırmı? Xeyr, məncə burada belə olur. Avtomobilimizi hazırlayan texniklərimiz, bunun özü də təcrübələri olur. Hər bir şey ölçü ilə və düzgün qaydada qoyulur. Püxtələşmiş askı sistemlərindən istifadə etdiyimizə görə burada heç bir təhlükə olmur. Yəni indiyə kimi iştirak etdiyiniz yarışlarda hansısa bir belə təhlükəli vəziyyətlə qarşılaşdığınız olub mu? Təhlükəli vəziyyətlə qarşılaşmamışam, amma texniki nasazlıqlarım olub. Drift zamanı bəs maşının sizin dırnaq içində desək, sözünüzə baxmadığı anlar olubmu? Məncə drift vaxtı demək olar ki, avtomobil ilk anından sənin sözünə baxmağa qulaq asmır və bunu sən idarə etməyi bacarmalısan. Bəs bu yaşadığınız hər hansısa bir problemlə bağlı, yəni bu texniki bir problem olub, yoxsa maşında olan modifikasiyalar səbəbindən yaranan bir problem olub? Yox, burada texniki məncə problemlər olur. Belə bir an deyim, mən öz avtomobilimi ölkədə hazırlayıb, tam okey olub, başqa ölkəyə yarışa getmişəm, həmin ölkədə görmüşəm ki, bu avtomobil burada mənə yararlı deyil. Bəs sizcə o nə ilə bağlı olub? Burada məncə təcrübədir. İndi isə zəhmət olmasa keçək maşının yanına. Siz bizə maşında modifikasiya olunan sahələri göstərəsiniz. Maşında hansı funksiyalar doğru işləməlidir, hansı funksiyalar dəyişdirilməlidir, hansı funksiyalar dəyişdirilib, onlarla tanışdırın. Hal-hazırda biz maşının mühərrik sistemini görürük. Rəhman bəy, zəhmət olmasa bizə göstərərdiniz ki, mühərrik sistemdə əsas hansı dəyişikliklər olunub? Burada əsas mühərrikin özü dəyişilib. Bu mühərrik 4-6 mühərrikdir və mühərrikin nəinki üst hissəsində, iç hissələrində də dəyişimlər olub ki, biz orada yüksək atqüzü əldə edə bilək. Başqa və hansı dəyişikliklər var mühərrikdən başqa? Demək olar ki, biz burada gördüyümüz hər bir şey bu avtomobilin zavod istehsalına aid deyil. Burada soyuducu sistemdə, yağlanma sistemində, tormuz sistemi də hər bir sistem mühərrikə kimi başqa modellərlə əvəz olunur. Bəs önəmli olan əsas el dilində desək, maşının ön hissəsi çəkir yoxsa arxası çəkir? Yox, driftdə mütləq şəkildə arxa çəkməlidir və blokirovka deyilən bir MOS sistemi var. Həmin MOS sistemindən istifadə olunur ki, burada arxa təkərlərin ikisi də eyni anda fırlansın. Bəs biraz əvvəl siz burada bizə göstərdikdə gördük ki, təkərlər demək olar ki, normal maşından daha çox dönür. Yəni onun əsas funksiyası nədir maşında? Bir də dediyim kimi, driftdə askı sistemi vacib və ön sıralarda olan bir şeylərdəndir. Bu maşının üzərində olan askı sistemi tam dəyişilib ki, böyük uzaqlar altında driftdə idarə eləmək olsun. Yəni ötürücü sistemdə hansısa bir dəyişiklik olunmur? Xeyr, bu mühərrikin, 4-6 mühərrikin öz manual sürətlər qutusundan istifadə olunur. İstifadə edirsiniz. Bu maşının bəs at gücü nə qədərdir və siz dəyişiklik eləyəndən sonra nə qədərə qaldırmağa nail olursunuz? Burada belə olur, zavod mühərrikin at gücü 250-86 olur. Biz dəyişimlər eləyib bunun 350 at gücünü çatdırmışıq. Yəni bunu siz elədikdə əsas məqsəd maşının sürətini artırmaq, daha sürətli çevik olmasını, yoxsa başqa məqsəd var? Bəli, burada maşının sənin mütləq şəkildə çevik olmalıdır ki, yarışlar zamanı rəqiblərdən geri qalmayasan.
Bəs onun üçün başqa hansı dəyişikliklər edirsiniz maşında? Maşında tam çəki azaltmalar olub. Hal-hazırda gördüyünüz kimi bunlar plasmas ehtiyat hissələrdir, krılolardır, ön hissədir, arxadır, qaplar. Bunlar hamısı plasmasdan istifadə olunur. Çəki minimum dərəcədə azaldılır. Maşını modifikasiya edərkən texniki cəhətdən ən çox yol verilən səhv hansıdır ki, siz məsləhət görürsünüz ki, onu eləməsinlər, o səhvə yol verməsinlər? Burada məncə düzgün mühərrik seçimidir. Çünki bizim sürətlənməyimiz hər bir vəziyyətdən çıxmağımıza mühərrikimiz kömək edir. Bizim mühərrik düzgün seçilməlidir ki, hər məşqündə, hər yarışında nasazlıq yaranmasın. Ola bilərmi ki, məsələn, maşına başqa model mühərrik modifikasiya olunsun? Bəli, olur. Demək olar drift maşınlarının 90%-ında beləncədir. Bu pilotun öz seçimindən asılıdır və büdcədən asılıdır, yığacağın avtomobilin büdcəsindən. Biz mühərrik sistemindən danışdıq. Bəs askı sistemində, dönmə buzağında və yaxud ötürücülər qutusunda hansısa bir yol verilən yanlışlar varmı? Bəli, yanlışlıqlar olur. Məncə driftdə yeni başlayanlarda belə olur. Mənim özümə də başıma gəlib. Askı sistemi bizim ölkədə olmadığı üçün, əldə edə bilmədiyim üçün mən onu qustar üsullarla düzəltdim və bu çox yanlış bir şeydir. Çünki burada ən azından bayaq dediyim kimi driftdə sənin həyatın da önəmlidir. Burada Charvini deyilən sistem var. Ondan istifadə olunur ki, heç vaxt belə bir təkər altından çıxmasın. Rəhman bəy, maşının salonunda əsas dəyişikliklər nələr olunub? Salonda əsas bayaq dediyim kimi qoruyucu karkazdır ki, bu karkaz hadisə vaxtı pilota heç bir zədə dəyməməsini qoruyur və burada əl əyləcəyindən istifadə olunur. Buna giderrutsnik deyilir el arasında. Drift avtomobilində belə bir şeylər olur. Adi avtomobildən fərqli olaraq, adi avtomobildə əyləc sistemimiz 4-ü də olur, amma drift avtomobilində əyləcdə ayaqda qabaqlar, əldə isə arxa tormozlar olur. Sən tormozlanma istəyən vaxtı, avtomobil yanakı sürüşdürmək istəyən vaxtı bu əyləcdən istifadə edirsən. Bəs Digər başlı bu bildiyimiz adi mexaniki sürətlər qutusudur, amma burada tənzimləmək olur ki, əraziyə görə mən 3-cü və 4-cü sürət skorusdan sürəndə burada tənzimləyib elə bilirəm ki, qabağı eləyəndə ancaq 3-ə keçir, dalı eləyəndə 4-ə keçir. Bax, qalanı isə adi bildiyimiz manual korobkadır. Bəs o düymələr nə işə yarayır? Bu düymələrin hər birinin ayrı-ayrılıqda funksiyaları var. Avtomobil hər şey söküşülüb, sıfırdan yığıldığına görə burada akkumulyatorumuzun, yağımızın işığı, avtomobilin xoda düşmək üçün start stopudur, işıqlarıdır. Burada şüşə silənlərindir. Belə şeylərdən istifadə olunur. Bəs digər orada olacaq. Burada gördüyümüz bu hissə, qab bizim əl əyrəcimizdir və əl əyrəcimizin mayesi var içərisində. Yaxşı olar göz qabağında olsun ki, sənə əyləc tez-tez lazım olur, nəsə nasazlıq olanda görə biləsən. Bəs pedal sistemi haqqında, yəni normal maşınla əsas fərq nələrdir drift maşınında pedal sistemində? Pedal sistemində normal maşından fərqli bayaq dediyim kimi ancaq tormozlanmadadır ki, burada pedalda ancaq qabaq hissə dayanır. Bəs Rəhman bəy, belə deyim də, siz indi illərdir avtomobil idarə edirsiniz. Bu tərəfdən mənə maraqlıdır ki, yəni bu avtomobili idarə etmək sizin üçün daha çətindir, yoxsa adi avtomobili idarə etmək sizin üçün daha çox çətinlik yaradır? Yox, belə deyim, bu avtomobili idarə edəndən sonra adi avtomobildə adam özünü çox sərbəst hiss edir. Yəni bu daha çətindir idarə etmək. Bəli, drift avtomobili çətindir, nəinki adi gündəlik sürücü avtomobil. Biraz əvvəl qeyd elədiniz ki, maşının bəzi detalları dəyişdirilib, yəni dəmirdən kaprona keçirilib. Mən səhv eləmirəmsə bu hissədə kaprondur. Əsas o hissələri göstərə bilərsiniz bizə. Bəli, burada avtomobilin tam arxa hissəsi plastikdən istifadə olunub və burada şüşələrimiz, yan şüşələrimiz, qaplar, sadəcə burada bir dənə dəmir qalan avtomobilin pan hissəsidir. Bəs onun xüsusi önəmi var, mütləq dəmir qalmalıdır. Xüsusi önəmi yoxdur, xeyr, hal-hazırda mən sifariş elədiyim üçün gözləyirəm. Gələcək, onun da bu avtomobildə karkaz olduğuna görə rahat plasmasını istifadə etmək olar. Səhv eləmirəmsə, arxa faralar da yoxdur deyəsən. Bəli, arxa faralar bu şəkil kimidir, çünki tez-tez zədələnən bir şeydir, qiyməti də elə ucuz da bir şeydir ki, tez-tez bunu əldə edirik. Bəs təkərlərin ölçüsü əslində necə olmalıdır və siz necə dəyişmisiniz? Təkər ölçüləri avtomobilin at gücünə görə hesablanır. Burada belə olur. Mən 17-lik 235 razmer təkərlə arkada idarə edirəm. İdarə edirsiniz. Əslində amma elə olmalı deyil, səhv eləmirəmsə, yoxsa yox, istifadə oluna bilər. Normativdə də istifadə oluna bilər. Bu mənə hal-hazırda drift eləyəndə yaxşı drift eləyib və rahat idarə etməyimə kömək olduğu üçün 235 razmerdən istifadə edirəm. Yəni o hər bir pilotun öz
rahatlığına görə müəyyənləşdirilir. Bəli, hərbi pilotun öz seçimidir və mühərrikin bayaq dediyim kimi at gücünə uyğun olaraq təkər ölçüləri seçilir. Rəhman bəy, maşının bütün incəliklərlə demək olar ki, tanış olduq. Bəs bizə maraqlıdır ki, bu maşını idarə etmək üçün, belə deyim, yarışlarda iştirak etmək üçün hansısa bir sertifikata, sənədə ehtiyac varmı? Bəli, burada Azərbaycan Avtomobil Federasiyasının verdiyi lisenziya böyük rol oynayır. İzləyicilərimizə də göstərək. Dəyərli izləyicilər, indi isə pilotumuzun drift şousunu izləyəcəyik. Beləliklə, əziz izləyicilər, hər bir sahədə olduğu kimi bu sahənin də incəliklərini birlikdə öyrəndik. Bizi izləməyi, bəyənməyi, şərh yazmağı və paylaşmağı unutmayın. Növbəti buraxılışlarda görüşənədək.